Allah'ın salamı olsun sizlərə, dəyərli izləyicilərim. Bax, qiymət deyirəm. 43 min manata 62 kvadrat ödəməyinə sahib olsun. Evimiz görardadır. Bax, məktəb. Uşağı buradan yol asar, özü geçsin. Körpü bina MTK-da. Bax, uşaqlar üçün həyətdə atraksiyonlar, əyləncə mərkəzi. Çox gözəl kompleksdə. Bax, bağça böyründə. Bax, o gördüyünüz yerdə məktəbdir, qardaşım. Evimiz full əşyalıdır, elektronika çıxmaq şərti ilə. Belə bir zal studiodur. Daxil olduq, zal studio. Canım istədisin. Gördüyünüz hər şey şəxsi təmirdə özdə. Qalır bir dənə elektronika çıxmaq şərti ilə. 43 min manat ödəyirsən, qardaşım, bu evə sahib olursan. Arxasında deyəcəm, səbirli olun. Evin də aylığı 360 manatdır. Bax, belə bir koridorumuzdur. Bax, bura pirxojadır. Bax, bunlar hamısı qalır. Kərbalay, buranda göstər. Bax, duş kabin, hamam sanuzel, hər biri qaydasındadır. Belə də bir yekə geniş yataq otağı. Yataq otağından da pəncərəmiz mövcuddur. Bax, belə yekə belə bir pəncərəmiz mövcuddur. Mərtəbə orta mərtəbədir. Çox gözəl bir kompleksdir. Çox gözəl bir yerdə də yerləşir. Aylığı net nə qədərdir bunun? 360 manat. Ayda 360 manat. Ay kişi, alırsan buranı 450 manata verirsən kirayə. 360 manat ay bay ödəyirsən də kreditini. 43 min manat ilkin ödəniş. 22 il 10 ay qalıb. Ayda 360 manatdan. Belə deyim, indi mənə yığacaqlar ki, Kərbalay, bunu necə əldə edə bilərik? Onu deyim, yalnız kartla maaş alan şəxslərə, yəni kredit mümkündür. Yəni vermək olar. Yəni belə işləyən adamlara yox verilmir. Ancaq kartla maaş alanlara sahib deyil ki, onunla aformleniya eləmək olar. Allah alanı da satanı da xeyir versin inşallah. 114 əmlak olaraq hər biriniz xidmətindəyik. Allahın amanında olun.